Bərabər şərtdə hərəkətə keçməmişdən əvvəl bəzi anlayışlar var, onlara baxırıq. Hansıdır? Maddi nöqtə. Maddi nöqtə nədir? Maddi nöqtə yerinə nə düşür? Ölçüsü nəzərə alınmayacaq. Tərif verədir. Ölçüsü nəzərə alınmayacaq dərəcədə. Kiçik olan cisimlər nə deyir? Maddi nöqtə deyir. Bəli. Yəni, nöqtə adından gördüyündə nöqtə nədir? Bizdən dəfələrlə kiçik olan bir şeylərdir. Adımla, kitabda və yaxud da dəftərimizə nöqtə olaraq qeyd edilmə olur. Bizdən çox-çox kiçik olan bir şeylərə biz nöqtə kimi baxırıq. Maddi nöqtənin tərifi nədir? Deyir, ölçüsü nəzərə alınmayacaq dərəcədə kiçik olan cisimlərə nə deyir? Maddi nöqtə deyir. Bəli. İndi biz fizikada çox şeyə maddi nöqtə kimi baxacaq. Yəni, ümumi olaraq baxdığımız bütün cisimlərə maddi nöqtə kimi baxacaq. Maddi nöqtənin özünün forması olur, ölçüsü olur, kütləsi olur, yəni hər bir şey olur. Sadəcə bizdən çox-çox kiçik olduğuna görə və yaxud da aramızdakı məsafə çox böyük olduğuna görə biz ona maddi nöqtə kimi baxırıq. Sonra, trayektoriya. Trayektoriya nədir? Maddi nöqtənin hərəkət zamanı cızdığı. Bəli, cismin cızdığı xətt və yaxud da maddi nöqtənin hərəkət zamanı cızdığı xəttdir. Trayektoriya deyilir. Trayektoriyanın neçə növü var? 2. Hansılardır? Düz xəttli və əyri xəttli. Biz trayektoriyanın hər iki növünə aid hərəkətə baxacağıq. Həm düz xəttli hərəkətə baxacağıq, həm də əyri xəttli hərəkətə baxacağıq. Deməli, maddi nöqtə nədir? Verilmiş şəraitdə. Verilmiş şərait sözü nə deməkdir? Yəni, indiki halımızda, hal-hazırki durumda və yaxud da verilmiş anda, məsəl üçün, deyək ki, təyyarə, biz hal-hazırda təyyarə göydən uçur, biz təyyarəyə baxırıq, deyirik ki, təyyarə bizə nəzərə nə sayılır? Maddi nöqtədir. Amma əslində olan təyyarənin ölçüsü insanın ölçüsündən dəfələrlə böyük olduğuna görə, biz onu təyyarənin yanında olsaq, biz artıq nə sayılacaq? Təyyarəyə nəzərən biz maddi nöqtə sayılacaq. Yaxşı, maddi nöqtənin cızdığı xəttə trayektoriya dedik. Yol. Yol nədir? Trayektoriyanın uzunluğuna yol deyilir. Yol hansı hərflə işarə olunur? S və yaxud da L hərfinlə işarə olunur. Ölçü vahidi nədir? Nəyin ölçülük? 7-dən əsas vahid var da. Düzdür? Yəni, 7-dən əsas vahidin içərisində uzunluğun vahidi nə idi? Metrikdir, bəli. Yəni, məsələdə kilometr, santimetr verirsə bizə, nə eləməliyik? Onu çevirməliyik nəyə? Metrə çevirməliyik, bəli. Necə kəmiyyət sayılır? Skalyar kəmiyyətdir. Skalyar kəmiyyət nə idi? Xeyr, üstünə xətt deyil. Skalyar kəmiyyət yalnız qiymət alır. Yalnız ədədə qiymət alır. Ancaq qiyməti var, bunun istiqaməti yoxdur. Hə, məntiqlə düşünə bilərsiniz, mən filan qədər yol getdim, filan istiqamətə yol getdim falan deyə bilərsiniz. Amma yolun istiqaməti yoxdur da, hərəkət varsa zaten yol gedirsən. Əgər hərəkət edirsənsə, deməli müəyyən qədər bir yol gedirsən. Amma o istiqamət var deyə bilməzsən. Ona görə də yola deyilir skalyar kəmiyyət. L hərfinə işarə olunur, vahidi metrdir. Nədir? Skalyar kəmiyyət. Yer dəyişmə. Yer dəyişmənin vahidi nə olar? Yer dəyişmə də S və yaxud da L hərfinə işarə olunur, amma digərindən fərqi nədir? Vektorial kəmiyyətdir, üstündə vektor işarəsi var. Vahidi nə olacaq? Metr olacaq, bəli. Vektorial kəmiyyətdir. Vektorial kəmiyyət nə idi? Həm qiymət alırdı, həm də istiqaməti var idi. Məsələn, yer dəyişmə. Yerini dəyişmək anlamına gəlir, düzdür? Əgər mən deyək ki, hal-hazırda olduğum nöqtə deyək A nöqtəsidir, keçmişəm ora B nöqtəsinə, düzdür? Mən eynirəm, yerimi dəyişirəm. Mən gedib qaydıramsa eynirəm, yerimi dəyişirəm, yerimi dəyişmərəm. Mən gedib qaydıramsa yer dəyişməm nə qədər olar? 0. Bəs yaxşı, yolum nə qədər olar? Yəni, təxmin edirəm, buradan oraya 3 metrdir deyək. Gedirəm, qaydıram, yolum nə qədər olar? 6 metr. Yəni, məntiqdən düşünəndə hərəkət varsa yol 0 ola bilməz. 0 ola bilən nə ola bilər? Yer dəyişmə 0 ola bilər. Yəni, yer dəyişmə ilə yolun arasında bəzi xassələr var, onlara baxaq. Birinci, üst xəttli hərəkət.
Düz xətli hərəkətdə yer dəyişmə ilə yol arasındakı münasibət necə olar? Həsən? Cisim düz xətli hərəkət edir. Yer dəyişmə ilə yol arasındakı münasibət necə olar? Hansı böyük, hansı kiçik olar? Bərabər olmasın. Yəqin bərabər olur. Bəli, zaten hərəkətin düz xətlidirsə, yer dəyişmə bir dənə tərəfinə baxırıq. Bəli, əsas söz burada istiqamətlənmiş sözüdür. İstiqamətlənmiş sözünü də hardan bilə bilərsən? Əgər vektorial kəmiyyətdirsə, bunun istiqaməti var. Düzdür? Bu bir. Yer dəyişmə deyir ki, cismin başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bax, yəni A nöqtəsindən B nöqtəsinə istənilən trayektoriya boyunca gələ bilərsiniz. Məsələn, kursa bazardan çıxırsan, istənilən yol boyunca gələ bilərsən, düzdür? Deyək ki, nə biləm, məktəbin arxasından fırlandın, məktəbin qarşısından fırlandın, gəl. İstənilən, belə deyək də, yol trayektoriyası cıza bilərsən. Amma burada bir dənə məsələ var ki, sənin yerinin dəyişməsi dəyişmir, yer dəyişmən dəyişmir. Sən nəticə etibarilə, bəli, axırıncı astanıqlardan çıxdın, kursa gəldin. Yəni, hardan gəlirsən gəl, yer dəyişmən eyni olacaq. Yəni, A nöqtəsindən B nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Məsəl üçün deyirəm, bax, bir dənə trayektoriya çəkirəm, hərəkət trayektoriyası çəkirəm. Çəkdim. Məsələn, buranın da uzunluğunu verirsiniz. Deyək ki, cisim B nöqtəsindən, deyir, yolun uzunluğu məsələn 60 metrdir. Nə biləm, buradan bura məsafəndə, deyək ki, ya verib, ya da hansısa bir figur verib, o figurun sayısını tapırsan. Yolun bəlli də 60 metrdir. Yəni, görürsən nə qədər uzun istənilən trayektoriya ilə gedə bilər. Amma nəticə etibarilə sənin yer dəyişmən nədir? Başlanğıcla sonunu birləşdirən istiqamətlənmiş düz xətt parçası. Məsəl üçün, yarım çevrədə verir bunu. Yarım çevrədə cisim A nöqtəsindən B nöqtəsinə hərəkət edir. Düzdür? Bunun yarım çevrə olduğunu görürsünüz. Tam çevrənin uzunluğu nə qədərdir? 2 pi. Nə qədər yol gedir bu? Pi qədər yol gedir, bəli. Bəs nə qədər yer dəyişmə icra edir? 2 niyə? Çünki A nöqtəsindən B nöqtəsinə ən qısa məsafə bax budur. O da mərkəzindən keçir, bəli, diametrinə bərabər olacaq. Və yaxud da bu tipdə məsələlər verir. Cismin A nöqtəsindən B nöqtəsinə gəldiyi məsafəni tapır. Təbii ki, burada verir, belki bunların hər biri 5-dir. Burada yer dəyişməni və yaxud yol tapa bilərik. Necə tapalım? Yer dəyişmə 10-dur. Yol isə 15-dir. Yer dəyişmə elədir? Kim tapar bunu? Bunu kim tapar? Yer dəyişmə 30 var. Yer dəyişmə 30 olar. Siz nədə yer dəyişmək istədiniz? Burada. Hansı o çevrədə yer? A'dan B'ye. Hə, A'dan B'yə. Yer dəyişmə nə idi? Tərəfinə baxın. İstiqamətlənmiş söz 5, Hardan arasında başlanğıc və son nöqtəni birləşdirən 30. Başlanğıc və son nöqtəni birləşdirməlidir. Düzdür? Həsəndir, fonda düzdür. 30 dərsində. Paralel götürsək, burada 5-dir. 5, 5, burada 5-dir. Burada 5-dir. Radius mənə 5 verir. Digər tərəfdə 5-dir. Və eyni zamanda pi-ni də üst vermişəm burada. Burada gedilən yolu tapa bilərsiniz. Yəni, sizə bir dənə gedilən yolu tapmaq problem ola bilərdir yarım çevrədə. Yarım çevrə olduğuna görə bunun uzunluğu nəyə bərabər olacaq? Pi-yə. Pi-ni 3 verib, eli neçə verir mənə? 5. Deməli, burada nə qədər yol gedir? 15 burada gedir. Digərlərini tapmaq rahatdır. Hansı trayektoriya boyunca gedibsə, oranın yolunu tapa bilərsiniz. Mən birinci elə bildim o yarım çevrədə yer dəyişmək. Bildim elə, onu deyəndə bildim nə idi, nəzərdə tutursan, bilirsən. Belə. Yaxşı. Düzxətli hərəkət. Düzxətli hərəkət zamanı, yəni cisim A nöqtəsindən B nöqtəsinə düz xətt boyunca gedir. Düzdür? Deyək ki, düz xətt məsələsini deyirəm, 10 metrdir. Mənim yer dəyişməmin tərifi nə idi?
başlanğıc və son nöqtəni birləşdirən nə? İstiqamətlənmiş. Bax, test variantlarında var belə suallar. Düz xətt parçası var, istiqamətlənmiş düz xətt parçası var. İstiqamət sözü orada hükmər olmalıdır. Asas sözü istiqamət. Yer dəyişməsi də elə bunun ən qısa məsafədir də. İstiqamətlənmiş ən qısa məsafədə var bu təriflərdə. Deməli, A nöqtəsindən B nöqtəsinə həm yolumuz, həm də yer dəyişməmiz bir-birinə nədir? Bərabərdir. Hansı hərəkətlər? Düz xəttli hərəkətlər cismin yer dəyişməsi ilə cismin yolu bir-birinə nədir? Bərabər. Yaxşı. Tərifə. Əyri xəttli hərəkətlər nə olar? Cisim A nöqtəsindən B nöqtəsinə bir trayektoriya üzərində hərəkət edir. Hansı böyük olar? Hansı böyük olar? Yol yoxsa yer dəyişmə böyük olar? Yer dəyişmə nə idi? Hardan hara? A nədir, B nədir? Başlanğıc və son idi. Bəli, mən yer dəyişməyə soruşur avtomatik nə etməliyəm? Başlanğıcdan sonra nə etməliyəm? Düz xətt çəkməliyəm, bəli. Düz xətt parçası çəkməliyəm. Bunu çəkdim. Bu mənim nəyim sayılır? Yer dəyişməm sayılır. Mənim yolum asıdır. Bu əyri xətt. İndi hansı böyükdür bunların? Yəni uzunluq olaraq hansı? Uzunluq olaraq yuxarıdır. Bəli, ağaçsan. Yol yer dəyişmədən nədir? Böyükdür. Deyir ki, nə zaman yol yer dəyişmədən böyük olur? Var belə bir sual dində də. Nə zaman bərabər olur? Düz xəttli hərəkətlər bir-birinə bərabər olur. Əyri xəttli hərəkətlər bir-birinə yol yer dəyişmədən böyük olacaq. Bəs yaxşı. Tamam. Böyük oldu, bərabər oluyor. Üçüncü nədir? Başladığı nöqtəyə qayıtmaq. Məsəl üçün, cisim. Məsələdə uşaqlar çalışır, hər də, məsələn, sizə trayektoriya verir. Deyir ki, A, B, C, D trayektoriyası, A, B, C, D, A trayektoriyası. Yuxarıdakı nə deməkdir, aşağıdakı nə deməkdir? Yuxarıdakı mənim A-dan D-yə gəlir, qutarır. Aşağıdakı isə A-dan yenə də A-ya gəlir. Hansında, bax, A, B, C-də burada yenə 5 götürək, təxmini olaraq bunu götürürük də, şərfi olaraq götürürük. Bax, A, B, C-də yer dəyişmə nədir olar? 15. Nə demək? 5 yer dəyişmə. Şərt nə idi? Başlanğıc, son birləşdirmək. Bəs yaxşı, ABC-də A-dan nədir olar? Niyə? Çünki yenə üst qalır. Yenə başladığı nöqtəyə qayıdır. Bax, A nöqtəsindən hərəkətə başlayıb, A nöqtəsinə qayıdırsa, yer dəyişmə nədir? 0. Yaxşı. Gəldi indi bərabər sürətli hərəkət. Keçən demişəm, mövzun adını oxumaqla mövzunu təhlil eləmək olur. Trayektoriya necədir? Sürət necədir? Bərabər. Bərabər sürət nə deməkdir? Yəni, eyni sürətlə hərəkət eləmək. 50 isə 50 ilə hərəkət edəcək, 100 isə 100 ilə hərəkət edəcək, sürət neyəcək? Dəyişməyəcək. Yaxşı, indi fikir verək, düz xəttli bərabər sürətli hərəkət. Bunun tərifinə bir nəzər yetirək, düz xəttli bərabər sürətli hərəkət nədir? Deyir, bərabər zaman fasiləsində cismin bərabər yollar getməsinə düz xəttli bərabər sürətli hərəkət deyilir. Məsələn, bərabər zaman fasiləsi nə deməkdir? Cisim, bax, 1, 2, 3, 4, 5, bax, bu T oxuyur. T nə idi? T nə idi? Zaman. Bəli. Zaman oxunur. Zaman oxununda cisim nə edir? Zaman dəyişir də, düzdür. Bir dəyişir. 1, 2, 3, 4, 5 şəklində dəyişir. Deyir ki, tərif nədir? Deyir ki, cismin bərabər zaman fasiləsində bərabər yollar getməsi. Məsələn, 1 metr üz üstə 1 saniyədə gedir 10 metr. 2 saniyədə nə qədər gedər? 20. 2 saniyədə deyirəm, 2 saniyə demədim. 2 saniyə. 20. Bax, belə bir məsələlər var. 2 saniyədə deyirəm, bax, bərabər zamanda bərabər yollar gedir. Əgər birinci saniyədə 10 metr gedirsə, 2 saniyədə nə qədər gedəcək? 20 gedəcək. Məsəl üçün deyirəm, 5-ci saniyədə.
10 olacaq 5-ci saniyədə. Çünki həmin saniyəni soruşur məndən. Tamam. Deyək ki, məndən soruşsa 5 saniyədə nə qədər yol gedir? 50 metr. Yəni mənə lazım olan əsas burada anlayış nədir? Deyir, hər saniyədə eyni qədər yol gedir. Yəni birinci saniyə 10 metr idi, ikinci saniyə 10 metr idi, üçüncü saniyə 10 metr idi, dördüncü saniyə 10 metr idi. Tamam. Bağışlayın müəllim. Siz bundan sonra köçün sonra biz sizi tez-tez narahat edəcəyik. Buyurun. Biz də sizin dərsindən yararlanmaq istəyirik. Yox, mən olmaz demək. Tamam. Hacım, hazırlıq dedim. Ağabey zarafat. Gəlin. Şirkət zaten aparsınız. Müəllim apostoladandır, video çəkəcək. Mən video başımızın üstündə son demirsiniz. Ooo, necəsən, nə oldu? Gəl, kim gördün? Yola yuxarıdırsa. Müəllim, sizə rahatlıq yoxdur. Müəllim, Allah gəlməsin, gəlməsin. Yazarı verməm, dəstək müəllim, dəstək. Sizə ilişmək, məqsədimiz sizə ilişmək. Dərsim var. Biz keçəsinik. Yəni, olmazsın, gələ bilərsən. Gör kim var, kursa hamısını sağa gəlsin. Ayzən, biliyorum. Baş. Bunu istəyir. Bizə böyle tak lazım. Bizə biraz böyle tak lazım. Neyse. Yaxşı, bərabər zaman fasiləsində bərabər yollar qət olunur. Cismin bərabər zaman fasiləsində bərabər yollar qət etməsə nə deyilir? Bərabər sürətlər. Deməli, düz xətli bərabər sürətli hərəkətdə sürət nə edirdi? Sürət nə edirdi? Yox, bərabər sürətli hərəkətdə sürət nə edirdi? Bərabər qalırdı. V nəyə bərabər olacaq? Konstant. İndi siz nə yaxşı bilirsiniz? Konstant nə demək İngiliz sualı? Saat. Yəni, oradan gələcəksən. Mən... Rus dili. Rus dilisiz? Rus sektorisiz? Ama dil olarak. Rus dildə. Heç birisini bilmirəm. Nəysə, sürət necə kəmiyyətdir? Sabit. Necə kəmiyyətdir sürət? Başında oxşarəsi varsa, necə kəmiyyətdir? Vektoriya kəmiyyetin yuxarısında nə işarəsi olur? Vektor işarəsi olur. Ona oxşarəsi və vektor işarəsi deyil. Sürət necə kəmiyyətdir? Vektoriya. Yaxşı. Vektoriya kəmiyyəti və cihazı nədir? Spidometr, bəli, spidometr. Spidometr adamın cihazı olsun. Bəs sürətin düsturunu alacaq. Çətin bir sual verim sizə. V bərabər S böl T. Görürsən, bilmir. Zəifdir, bilmir. Bu cür çətin sualı kəsilir. Nə deyir? Deyir ki, yer dəyişmənin zamanı olan nisbəti ilə ölçülən kəmiyyətə nə deyəcək? Sürət deyəcək. Yer dəyişməyin dəyişmə yeyiliyini xarakterize edəndə verirlər kitabda, ona da sürət deyilir. Prosto, siz özünüz tərif çıxarılır dersiniz də, yəni yer dəyişmənin zamanı olan nisbətinə, bir saniyədə yer dəyişməyə bərabər olan kəmiyyətə, yəni hər bir şey deyə bilərsiniz. Yer dəyişmənin dəyişmə yeyiliyini. Yer dəyişmə, bax, sürət vasitə cisim hərəkət edir, düzdür. Yer dəyişmə nə deməkdir? Cisim A nöqtədən B nöqtəyə, yəni başlanğıcdan sonra getməyindir, düzdür. Sənin nə qədər çox məsafə gedirsənsə, deməli sənin sürətin var və sürətin müəyyən qədər də artır. Düzdür, burada sənə bərabər sürətdən danışmır, tərif verir burada sənə. Yer dəyişmənin dəyişmə yeyinlik. Yeyinlik nə deməkdir? Artan bir şey. Yeyin nə deməkdir? Ümumiyyətlə Azərbaycanda yeyin hərəkətə nə deyirik? Sürətli bir şeydir. Yer dəyişmənin dəyişmə sürətinə deyir ki, yəni dəyişmə yeyinliyinə sürət deyilir. Yer dəyişmə nə qədər çox dəyişirsə, sürət o qədər çox öyrənir. Yaxşı, yer dəyişmədir burada vektor şahıs qoymuş, sonra şey olmasın. Yer dəyişmənin vahidi nədir? Metr. Bunu siz özünüzə çıxarda bilərsiniz, yəni burada düsturdan çıxarda bilərsiniz. Temin də vahidi saniyə. Yaxşı, sizə verdi kilometr saniyə, onu eləməlisiniz. Nə üçün eləməlisiniz? Kilometr saniyə. Bir sözlə girməyək, xahiş edirəm. Kilometri metr çevirirsən, düzdür? Məsəl üçün,
Kilometr demək. Metr bölünsün dəqiqə olsun. Neyləməlisən? Asla. Metri neyinirsən? Metrdə metrə çevirirsən. Metr bölünsün saniyə. Düzdür? Deməli, sürətin vahidi nə oldu? Metr böl saniyə. Üstüdən üstü çıxartmağa bilirsiniz. Məsəl üçün, burada S tapsaq, əzbərləmişsiniz. Bəli, məxrəcə 1 atırıq. Çarpma şəkildə vururuq. S bərabərdir, B vurulsun. Mən hərdən vektorları yiyirəm. Düzülür sayısı. Yaxşı, sürət sabitdirsə, o zaman sürət zamandan necə asılıdır? Asıl deyil. Aslı deyil. Niyə? Çünki sabitdir, dəyişir. Bilmirsiniz, sanatsızlar. Bir də onu deyim sizə. Həmişə qrafikdə şaqili və üfüqoğa baxırsınız. Zaman oxunun üstündə gəlib sürəti götürmürsünüz. Zaman oxunun üstündə nəyə qiymət olacaq? Zaman qiymət olacaq. Sürət oxunun üstündə nəyə qiymət olacaq? Salam, necəsiz? Yaxşı, Allah razı olsun. Buyur, gəl. Biologiya dərsi başlayıb. Çox istəyirlər. Bəlkə deyərsin. İstəmirlərim, mən gəldim çağırıyorum ki, bir dost olaraq gəldim çağırıyorum da dərs başlayıb. Bəli. Sən buradaydın ya? Bəli. Çoxundan buradasın. Bir soruşdum, səni tanımadılar burada. Dedilər ki, sizə kimdir? Səni tanıdılar, mən tanıdılar. Geçsən get. Yaxşı, mən bir dərs daha çəkmişəm lazım. Eşitdiyimə görə bir dərs bizə dərs verəcəksiniz. Bir dərs. Hasan dərs istəyir. Bayram var. Gəlirəm, gelin gəlirəm. Uyumamışıq ama siz de bugün gelin. Ayet de şu an ben. Değermem. Değermem, görüşürüz. Görüşürüz. Sürət zaman qrafikidirsə, əgər sürətin qiymətini götürürsünüzsə, sürət oxunun üstündə götürməlisiniz. Zamanın qiymətidirsə, zaman oxunun üstündə götürməlisiniz. Gəlib qiymətləri qarışdırmayın. Biraz keçəndən sonra testləri işləməyə başladıqsa, götürürsünüz orada sürətin qiymətini götürürsünüz zamanın üstündə. Zamanın qiymətini götürürsünüz sürətin üstündə. Yəni, əgər bax, burada fikir verir, burada 50 veribsə, zaman neynir? Zaman neynir? Artır. Hər saniyədə 1, 2, 3, 4, 5 artır. Sürət neynir? Azalır? Yox, sabit kalır. Sabit qalır. Sürətin oxunamaq düzdür. Yəni, sürət oxumaq perpendikulyarlıq varsa və yaxud da zaman, düzdür, zamana perpendikulyarlıq ola bilməz. Çünki zaman perpendikulyarlıq bizə nə deməkdir? Sürət artı zaman dəyişmir. Yəni, real olaraq bu mövcud deyil, mümkün deyil ki, zamanı dəyişməsin. Amma misal üçün deyirəm bunu sizə. Bax, burada başqa bir kəmək götürürəm. S, məsəl üçün, yer dəyişikliyi yoxdur, düzgün gəlmir. Çünki sürət vasitə yer dəyişikliyi olmalıdır. Məsəl üçün, period götürürəm. Düzgün gəlmir. Əgər sürət varsa yerdə period var. Yaxşı, başqa şey götürürəm. Deyək ki, tezlik. Tezliyə perpendikulyarlıq varsa, tezlik neynir? Perpendikulyarsa. Fikir verin, bir dənə qiyməti alıb qalır. Artmaq nə deməkdir? Ya yuxarı geçsin, ya da aşağı düşsün, düzdür? Yəni, ya artsın, ya azalsın. Əgər sağa və yaxud da sola getmiş olsaydı, ya artacaqdı, ya azalacaqdı. Burada heç bir istiqamədə getmir, perpendikulyar. Deməli, neynir? Sabit qalır. Burada sürət oxuna perpendikulyar. Deməli, neynir? Sabit qalır. Sabit qalır nə deməkdir? Digər kəmiyyət artır, amma bu dəyişmir. Məsəl üçün, burada deyilir ki, sürət neynir? Dəyişmir, sabit qalır. Amma zaman neynir? Zaman isə artır. Zaman keçsə sürət dəyişir. Zaman keçsə burada sürət dəyişmir. Burada sürət sabit qalır. Dəyişən sürətli hərəkətlər dəyişəcək. Yaxşı, burada başa düşdük hər şey. Bir dənə burada koordinatı da göstərmiş sizə. Deməli, bir dənə x orucu götürürük. 0 nöqtəsi. Əldə oxu keçmişsiniz də. Əldə oxunda. Gəl, gəl. Buna yazmışsa silirəm. Yazmamışsa yazın. Yaz, yox, çap yox, yazın. Yazmışsan, İngiliz. Harada yazmışsan İstanbul? Bunu bura qədər keçmişdim sizə. Arxamızda sizə keçmişdim. Yox, yazın, orada keçib, orada niyə yazsın ki? Düz yazmışsan. Əllə, yaz.
Yes. O əslində yazmaq sizə müsbət tərəfi nədir? Demirəm onu yazmamışsınız. Dəftərinizdə 3 dəfə də ola bilər, 5 dəfə də ola bilər. Sadəcə göz yaddaşı var. Ona görə yazmağınız daha yaxşıdır. Yazasında alınır da, yoxsa alınır deyilsən. Yox, birini yazsın. Geçin. Bəs birini yazsın, da olsun. Evet. Tez yazın. Biraz gəliz yerlərinə gəldik. Sizin yaralı yeriniz qrafiklərdir. Sizdə qəribə təcildə hərəkət, yeyinləşən, yavaşlayan. Bunlar hələ sadədir, prosto. Yeyinləşən, yavaşlayan. Yaxşı, mən güvəndən bir dənə sual verəcəm. Güvənimiz yoxdur. Özünüzə güvənimiz yoxdur. Yoxdur? Mənim yoxdur. Qələmi var. Həsən, sən partladasın bu illərim inşallah. Birinci sınava yetmişdən. Bəli, mən. Nə qədər yetdin? Məndə var ya, bu intisaf aparat ilə oldu 10 da. Zaten normalda səhv aparat olmasınız da. Yazmamışsın, yaxalayacağım onu. Yaz da. Yazsın mən. Mənim yox, bax bizimlə, hələ geçir. Yazmışdım, mən Bir dənə də yaz, bunlar hamısı yazıblar. Bərabərli düzgün çəkmişdir. Bir çəkmişsən, bir sən varsın. Qrafik yoxdur. Yaxşı, ST-dən nədə aslında burada? Yox, bir dəqiqə. Mən tutun gördüyüm burada. ST-dən necə asıldı? Düz asıldı. Düz asıldı. Necə asıldı? Necə asıldı? Riyaziyyətdir da bu aslında. Yenə o. Asıldı. Həsən, Düz asılır. Həsən gözü yumlu deyildi. Mən ona baxmağa ehtiyacım Dedim də yoxdur. mən də. Düz asıldı. Baxırsınız bana bura. Qrafiklər çəkdirmişdim sizə. Hər iki kəmiyyət ya sürətli olmalıdır, ya da hər iki kəmiyyət məxrəcdə olmalıdır. Hal-hazırda haradadılar? Sürətdə. Sürətdədirsə S ilə T necə asılı olur? Bir dənə də bir şeyə fikir verirsiniz. O 3 dənə kəmiyyət görürsünüz, düzdür. Əgər iki kəmiymətin asıldığını təyin etmək istəyirsinizsə, üçüncü kəmiyyət həmişə sabit olmalıdır. Bunun, bax, bu V-nin sabit olmalını biz hardan bilirik? Mövzunun özündən. Mən bilirəm ki, bərabər sürətli hərəkətdə sürət nədir? Sabitdir. Sürət sabitdirsə, avtomatik bunu sabit kimi götürürəm və S-in T-dən asıllığını necə edirəm? Düz mütənasib olaraq. Yəni, mövzu qadiyə əsasında. Düz mütənasib şəkildə asılıdır. Düz mütənasiblik qrafiyi də budur. Grafiklərdə atacağım sana. Yaxşı, burada bir dənə qrafik olmanı istəməm, onu da yiyək. Yoxlayacam, var, yazmamışsın. Yazmışsan hamısı? Yazmışsan hamısı? Yaz, təzdən yaz. Yazmamışsansa da dəftər var burada, verirəm, yazmasın. Link məxlimlə. Şagirdlərinizi bir gətirir. Allah sizdən razı olsun. Stol bir dənə zəhmət olmasa. Mən dedim, azıcıq onu lazım qalır. Oturmalarınız da verirsiniz orada. Olan mı otursun? İstəyirəm. Stol yatırır. Sıklaşma. Sen ne güzel dalga geçirsen. Altlarını, kəməklərin altlarını qeyrəm. V nədir, T nədir? Tez zamandır, V nədir qız? V. V nədir? Qaya. Mən yazmamışam. Bəli, sürət V. Burada yazım burada bildirir. V sürət.
T zaman S yer dəyişmə. Onlar qeyd edin dəftərinizdə. Deməli, Biraz önce tez yazdım. Bak ben neyim? o oxun düşməkdə, adlarını da yazın. Sıfır nöqtəsində qeyd edir. Bəli. Hamısı yazmışsan. Tamam. Ben derse bakalım sen böyle götürürsen istiyorlar yazamıyorsun. Baxın. Sonra oturuyorum, aktarma vakti. Əslində biz bunu belə öyrənirlər. Necə? Yazı öyrənmək lazımdır. Amma yazdığını da bilmək lazımdır ki, nə öyrənirsən, nə öyrənirsən. Üstündə. Mən nə dedim də bilirsən. Bunu o günləri desən başı salamda yazmışdım. Yaxşı, xəbər. Yox, estağfurullah. Mən səndən də yazıyorum. Biraz şunu. Böyle de yapacağım. Şey biliyorsun, vasif yazarsan sen de. Vasif oluyor. Değerli kulağına saçır. Hadi dokun kesmişi. Sıfırdan sağda müsbət. Sıfırdan solda mənfi nöqtəliyirlər. Tamam. Cisim sıfır nöqtəsindən hərəkətə başlayır. Ümumiyyətlə, cisim nə zaman hərəkətə başlayırsa, biz onu nə zaman hesablamağa başlayırsa, həmin an sıfır müddəti sayılır. Yəni biz burada sadəcə sıfır müddətindən hesablamağa başlayırıq. Cisim hərəkəti. Cisim hansı istiqamətdə hərəkət edir? Sağa doğru hərəkət edir. Hə, sağa doğru hərəkət edir. Ona gəlib sayılır. Cisim hansı istiqamətdə hərəkət edirsə, sürət nə edir? O istiqamətdə yönələcək. Sağa doğru yönəlirsə, sürət hara yönələcək? Bax, cisim sağa, ben isim demirəm, heç olaraq yazını çıxardım. Cisim sağa hərəkət edir, düzdür? Sürət hansı istiqamətdə hərəkət edir? Yəni, sürət hansı istiqamətdə yönələcək daha doğrusu? İlk sokuna da satarım. Sağa da bir kəlmə, sağa, ilk soxuda demirik, sağa. Sağadırsa, deməli sürətlə nə edəcək? Sağa yönələcək. Bax, sürətlə ilk soxu eyni istiqamətdə yönəlir. Sürəti soruşsa, sürət hansı istiqamətdə yönəlir? Deyirsən ki, x oxu istiqamətində. Niyə? Çünki eyni istiqamətdə yönəlir. Deməli, cisim hansı istiqamətdə hərəkət edir? X oxu istiqamətində. X oxu istiqamətində hərəkət eləməyini necə təyin edirik, necə tapırıq? Deməli, sürət necə qiymət almalıdır ki, biz onu bilməliyik ki, cisim X oxu istiqamətində hərəkət edir? Müsbət qiymət alır. Bax, sürət müsbət qiymət almalıdır, sürət sıfırdan böyük olmalıdır. O məsələdə düşür. Misal üçün deyirəm, V bərabərdir, V0 çıxılsın AT. X bərabərdir, X0 çıxılsın VT. Misal, hə? Birincdə cisim necə hərəkət edir? Müsbət deyilsən. Ya deyirsən X oxu istiqamətində, ya deyirsən X oxun əksi istiqamətində. Birincdə necə hərəkət edir? İkincdə necə hərəkət edir? İlk sokuna istiqamatında. Necə hərəkət edir? Əksinə. Niyə əksinə hərəkət edir? Nəyə baxırsan əksinə hərəkət edəndə? Mənfidir, V-nin qarşısındakına baxırsan. V mənfidirsə, cisim necə hərəkət edəcək? X oxun əksinə. Bax, fikir ver. Deməli, müsbət olanda X oxu istiqamətində hərəkət elədir. Mənfi olanda X oxu əksinə, əksi istiqamətində hərəkət elədir. Uşaqlar, fərqi yoxdur. Bir düsturda 2 dənə kəmiyyət var, 3 dənə kəmiyyət var. Əgər sənin sürətin müsbətdirsə, avtomatik X oxu istiqamətində hərəkət edir, mənfidirsə X oxunun əksinə hərəkət edir. Bir dənə sürətin müsbətli qalan, hamısı mənfidirsə, yenə deyirsən X oxu istiqamətində hərəkət edir. Çünki istiqamət deyəndə nəyə baxacam mən? Hansı kəmiyyətə baxacam? Sürətə, V-yə baxacam. İstiqamətdən danışırsa,
Bir mənalı şəkildə baxacam, sürət. Yaxşı, bildik, deməli, cisim x oku istiqamətlə hərəkət edəndə sürət müsbət qiymət alır. X okunun əksinə hərəkət edəndə sürət mənfi qiymət alır. Tamam. Bir dənə götürürəm x okunu. 0 nöqtəsi, 5 nöqtəsi, 10 nöqtəsi. Cisim 5-dən 10-a gedir. Hə? Neyini? Artır. Nə qədər yerini dəyişir? 5 metr yerini dəyişir. Cisim 5 metr yerini dəyişibsə, biz ona necə tapdıq? Necə hesabladıq? 10-dan 5-ə çıxdıq. 10 hansı qiymətidir? 5 hansı qiymətidir? 5 ilkin qiymət. Hani Son qiymət, başlanğıc qiymət. Bəli. Son qiymət, başlanğıc qiymət. Ümumiyyətlə, biz əvvəlki və sonraki halda ortadakı fərqi tapmaq üçün nə edirik? Yəni, sondan başlanğıcı çıxırıq da, fərqi bilək. Yaxşı, hansı oxdur bu? X nə idi? Riyaziyyatda X nədir? ordinat Koordinat. Riyaziyyatda X koordinatdır. Fizikada da X koordinatdır. Fizikada sadəcə koordinatı biz necə başa düşə bilərsiniz? Düşürlər konum deyilir, məkan. Bax, onun kimi başa düşə bilərsiniz. Məsəl üçün, hərbi dildə var, əmsi hərbisindən istifadə edilir, koordinatlar filan yer, düzdür. Həmin o koordinat deyəndə, həmin o koordinatları məkan olaraq istifadə edirlər. Yəni, bizim məkanımızın koordinatları budur. Onu məkan olaraq istifadə edirlər. Yəni, fizikada x koordinat sayılır. Deməli, son qiymət varsa, x sayılacaq. Başlanğıc qiymətsə, x 0 sayılacaq. Bir də fizikada hər hansısa kəmiyyətin başlanğıc qiyməti deyirsə, o kəmiyyətin indeksinə nə yazacaq? 0 yazacaq. Bəli. Məsəl üçün, T-nin adı nədir? Zaman. Periodu. Dövrətmə periodu. Bəli. Dövrətmə periodu. Periodun indeksində 0 varsa, nə deməkdir? Başlanğıcı. Periodun başlanğıc qiyməti. Yəni, bu 0 istənilən kəmiyyətin indeksində ola bilər. Aydındır. Ona görə də həmin kəmiyyətin başlanğıc qiymətini verəcəm. Yaxşı. Mən nə dedim? Lap birinci soruşanda sənə dedim. Dedim, cisimləri də yerini dəyişir. Düzdür? Deməli, yer dəyişmə nəyə bərabərdir? Yer dəyişməsi neçədir bunun? 5. Tamam. Yer dəyişmə bərabərdir. Yer dəyişməni hesablayanda ümumi düstur şəklində hesablasaq bunu necə hesablayaq? X çıxılsın, x0 şəklində yaza bilərik də, düzdür? Yadımızda hesablasında mən yer dəyişmənin düsturunu yazmışdım. S nəyə bərabərdir? V bu T. Biz hansı hərəkəti öyrəndik? Nə öyrəndik? Hansı başlığı öyrəndik? Bərabər sürətli hərəkəti öyrəndik. Bərabər sürətli hərəkətdə yer dəyişmənin düsturu, bu da yer dəyişmənin düsturu. Hər ikisi eyni hərəkətdədir. Deməli, mən bunları neyini bilərəm? Bərabərləşdirə bilərəm də. Onda yaza bilərəmmi ki, x çıxılsın, x0 bərabərdir v vurulsun t-yə. Onda x-i tapsam, x bərabərdir, x0 üstə gəlsin v vurulsun t-yə. Toplamların yerini dəyişəndə cəm dəyişmədiyinə görə mən birinci x0 yazdım. Yaxşı, x nədir? Koordinat. Hansı hərəkətdəki koordinatdır bu? Bərabər Uşaqlar, bərabər sürətli hərəkətdən danışırıqsa, bərabər sürətli hərəkətdə təbii ki, sürət olacaq. Nə olmayacaq? Təcil olmayacaq. Niyə deyirəm onu? Çünki bundan sonra bərabər təcilli hərəkətə keçəcəyik. Bax, hansı hərəkətdəki yer dəyişmənin düsturudur? Hansı hərəkətdəki koordinatın düsturudur? Hansı hərəkətdəki sürətin düsturudur? Təcillə aid olan düsturlar gətirib əlavə eləməyin bura. Yaxşı? Yaxşı. V-nin t-dən asılıq qrafini çəkmişəm. S-in t-dən asılıq qrafini çəkmişəm. Nəyə çəkməmişəm? X-in t-dən asılıq qrafilərini çəkməmişəm. Yəni, bu hissəni yazın tez, mən də buranı silin. Saat neçədir? Nə qədər? 2:16 dəqiqə. 5 dəqiqə zəfir. Neyse, çıxılır. Qazemin gəlməyi görə. Neçədə çıxır qazı? 2 qalmış, 15. Yaxşı. Uşaqlar,
incitməyək bir-birimizi. Yazın deyirəmsə yazın, heç nə qalmasın. Yaxşı. Uşaq deyilsiniz, yoxlamayın sizi. Yaz. X bərabərdir, x0, üstə gəlsin, D vurulsun T-yə. Kim deyir, burada x T-dən necə asılır? Az dəftəri var, hamısını yazdırmışdım. Xəttə asılıdır. Xəttə asıllıq var burada. Xəttə asılıqda. Hə. Y bərabər edir, Y bərabərdir. K üstə gəlsin, B funksiyası. Nə edir? Xəttə asıllıqdır. Bax, siz bir dənə onları öyrənsəz əslində, öyrənənə qədər bu dəftərdən istifadə edə bilərsiniz. O yazdıqlarından istifadə edə bilərsiniz. Onlardan istifadə edərək o budustura təyin edə bilərsiniz. Fikir ver, 2 dənə kəmiyyət var burada. Burada da 2 dənə kəmiyyət var. Ən belə doğru dildə, ən asan şəkildə izah etməyə çalışıram. Əslində bu belə bir dənə, 2 dənə kəmiyyətlə deyil. Bir dənə kəmiyyət burada, bir dənə kəmiyyət burada. Deməli, eynidir də, oxşardır. Sadəcə burada hərflərin fərqi var. Fizikada bir dəfə demişəm, hərfin fərqi yoxdur. Hərflərin bir mahiyyəti yoxdur. Sadəcə onların nəyi var? Bir dənə anlamı var, mənası var. Baxın, harada nə hərfi istifadə edirsən. Onların anlamlarını düzgün vurulmaq lazımdır. X dedən necə asılıdır? Xəttə asılıdır. İndi fikir verin. Bunu silirəm bir dənə, ya da silmirəm. Xəttə asılıdır. Xəttə asılıdır. Qrafiki bir dənəsini nümunə olaraq göstərirəm, qalanı siz özünüz rahat bir şəkildə təyin edə bilərsiniz. İndi mənə bir dənə əlinizi saxlayıb deyim, yazaraq gözləyən 2 dəqiqə saxlayın. X bərabər x0 üstə gəlsin BT. Kim deyər? Cisim hansı istiqamətdə hərəkət edir? Arada bilirsin x ox istiqamətində. B müsbətdir. Deyirəm, cisim x ox istiqamətində nə edir? Hərəkət edir. X ox haradadır? Şartlı ol, x oxu, düzdür? Bax, burada x0 nədir? Başlanğıc qiymət. Mən o başlanğıc qiyməti burada götürürəm, burada. Yəni T-də yoxsa x-də? T-də götürürəm. X-dən. Başlanğıc qiymət sıfırdan götürülmür. Xeyr. X-dən bərabər. X-in, bayaq halim özümdə dedim ki, vurğuladım orada. Dedim, x-in qiyməti gelib T-də, B-nin qiyməti gelib T-də götürmür. Deməli, x-in qiymətini harada götürməliyəm, sən? X-in üstündə, ixtiyari bir nöqtədə. X0 nə deməkdir? Başlanır. Nəyin başlanğıc qiyməti? X nədir? Koordinat. Koordinatın başlanğıc qiyməti. Bilsən, haqlısan əslində, x0 başlanğıc qiymət deməkdir. Əgər x0 0 olsa, nə deyə bilərik? x0 0 olmağı nə deməkdir? Cisim hardan başlayır? Sıfırdan. Yəni, koordinat başlanğıcından deyirik də biz onu, düzdür? X0 0 olması indi gələcəm bu vəziyyətdir. Bir, ikincisindən qalanda neyini? Bax, fikir verin. Adi riyazi hesablama deyirəm da. X0 müəyyən bir qiyməti var. Məsələn 5. Düzdürmü? Sürət dəyişmir. Niyə dəyişmir? Sabitdir. Burada bir dənə dəyişən kəmiyyət var. T. T neyini? Necə dəyişir? Həddir. Necə dəyişir? Artır, azalır, dəyişmir. 3 dənə variantda bir artır. Azalma deyə, zamanın azalma deyə bir anlayışı yoxdur. Dəyişməmə deyə bir lüksü də yoxdur. Zaman azlıq artıracaq. X0 sabitdir. Niyə sabitdir? Çünki konkret mənə qiymət verir. Sürət də zaten sabitdir, onu bilirəm ki, bərabər sürətdə hərəkətdir. T artır. X neyər? X artar. Hə? Artar. X artır. X artarsa mənim qrafik neyəcək? Elə bir qrafik olmalıdır ki, həm zaman artsın, həm də X artsın. Al bu şəkildə. Həm zaman artır, həm də neyini? T də artır. Yəni, bax da, burada zaman artır, T artır. Nədir? Zaman T deyil, koordinat. Bax, koordinat neynədir? Artdı. Koordinatla yanaşı, fikir ver, zaman neynədir? Artdı. Yəni, qrafikin hərfi mənası budur. Bunu əzbərləmək üçün demirəm, yəni anlamını biləsiniz deyə deyirəm. Lap sayı özünüz də təyin edəndə belə rahatsızlıqla təyin edə biləsiniz. Kim deyər, hansı istiqamətdə hərəkət edir? Əksən niyə? Mənfi var. Aha, mənfi var. Cisim hardan başlayacaq? Müsbətdən başlayır, mənfidən başlayacaq? Müsbətdən. Niyə? Hardan başlayır?
Sıfırdan. Hardan başlayır? Başladığı nöqtəni nə ilə qeyd eləmişdik? X0 müsbətdir, mənfidir. Müsbət olduğuna görə hardan başlayacaq? Müsbətdən. Mən demişdim, mən müsbət. Deyilsiniz, üstündə durmuşsunuz. Mən dəyişməmişəm. Deməli, hardan başlayacaq? Müsbətdən, ixtiyari müsbətdən başlayacaq. Müsbət ixtiyari qiymətdən başlayacaq. Yaxşı. Başladı. İndi burada nə görürəm? X0 yenə dəyişmir. V sabitdir, dəyişmir. T neyini? Artır. T dəyişir, artır. Onda X-in qiyməti neyiniyəcək? O da artır. Məntiqlə düşün. Burada deyək ki, X0-ın qiymətinin yeri 20 götür. V də sabitdir, X0 da sabitdir, dəyişmir. Çünki bir dənə nöqtədən başlayır. X0 20-dir. V-miz də deyək ki, 5-dir. T də birinci saniyədə desə qiymətini alacaq. Azalar. T birinci saniyədə desə qiymətini alacaq. T birinci saniyədə, bax 20-dir, 5-dir. T birinci saniyədə eləcək bu 15. Eləcək 15. Hə? Sonra ikinci saniyədə eləcək 10. X neynədir? Azalır. Deməli, ox neynəyəcək? Aşağı istiqamətdə hərəkət edəcək. Ondan dəlalət, zaten bu X oxudur. X oxunun əksinə hərəkət edir dedim. Çünki V mənfidir. X oxunun əksinə hərəkət edirsə, deməli aşağı gələcək. Yaxşı. X bərabər 1 mənfi X 0 üstə gəlsin, V bölü T. Hansı istiqamətdə hərəkət edir? Hə? Kim deyir? Hansı istiqamətdə hərəkət edir? X9 istiqamətinə. Niyə? Müsbət. Nə müsbətdir? V. Xüsus təbəası. Çünki normalda burada bir dənə mənfi olan kimi deyirlər əks istiqamətdir. Bəli. Sürət deyilsə, hara baxırıq? Hansı qiymətə baxırıq? V-yə baxırıq. Deməli, hardan başlayacaq? Niyə? Çünki mən Başlanğıcı məsələdir. X-in gedən asılı qrafikidir. Hardan başlayır? Aşağıdan. Hara gedəcək? aşağıya. Yuxarıya, aşağıya. Yuxarıya. Müsbətdir. Yuxarı gedər. Bəli, yuxarı gedər. Çünki X oxu istiqamətində demişik. Sonra. Yoruldun? Hə? İndi başlamışıq. X-9 əksinə. Hə. Aşağı gedir. Bəli. X oxu əksinə. Yaxşı. Gör, kim baş istəyəcək? Sən baş istəyir? Aha. Burada da Hardan müsbət? Sıfırdan başlayır. X oxu istiqaməti olur. Bəs sıfırdan başlayar, bəli. Niyə sıfırdan başlayır? Başlanğıc qiyməti yoxdur. Asla. Deyirsiniz ki, başlanğıc qiyməti yoxdur. Hardan başlayır? Sıfırdan. Sıfırdan başlayıb hara gedəcək? Sıfırdan başlayıb aşağı gedəcək. Sıfırdan başlayıb. Bəli, yuxarı gedəcək. Düz deyirsiniz. Yaxşı. Asıllığı görürsünüz. X-də necə asılıdır? Düz mütəmməsi asılıdır. Bəli. Yazın. Bunlar hamısını yazmışsınız. Hə, indi gəlir sizdən maraqlı hissələrə. Məhəbbət həzirlər kimi. Komediya bundan sonra başlayır. Həsən hissələrdə artıq gəlir şəklini başlamaq. Hı? Saat neçə qədər vaxtınız var? Hı?
Eşmiyorum. Sabaha ne yazılır? Sabah hələ bir. Sabah hələ bir salona çıxar. Gözlə. İşini açtı. Yazdı. Bakın. Oxları. Ne yazmışsan? İlk sol istiqaməti, əks istiqaməti. Evə gidəndə bilməyəsən də yadından çıxacaq. Sadə sədir. Çin yarısı. Hara gidirsiniz? Saat neçədə? Başlayır. Haradadır? Akar müəllim? Xeyr. Fərəc müəllim dedi mən eşitdim. Ha, burada yaxındır, gedərsiniz. Yaxşı, onda gəlin belə eləyək. Çünki onu davam eləsəm, gələ yekunlaşdırım. Davam eləmirəm. 59-dan tapşırığı var, sabah üçün. Heç nədir, siz eləmişsiniz zaten, sizin üçün heç nə deyil. Siz də eləmişsiniz. Bir dənə 2 nəfər gənclərdir, onlar eləməyiblər, amma sizin üçün çox səbirli olacaq. Hə? Narasın yoxdur, deyilmiş. Baxdım, tap-tap yazdım, getdilər. 59-dan test sabaha tapşırıq. Hə, indi vaxtı dəqiqləşdirək, danışaq. İndi qalsın. Bərabər təzədə sabah. Sabahların bizdə baxırlar. Bütündür. Sabah. Bütündür. Sabah. Sabah. Kənddə saat 3 sarayla. Üçə qədər satarsın. Buradan kəndədə sat çalsın. Bağım saat 45 deyil. Avtobusun vaxtı 2-də var. 2-də, bəli, elə bu vaxtda 2-10-dəyə qalmış ki, olmuşdur. İstənilən vaxt. İstənilən vaxt. Sabah istənilən vaxtdır. Xeyr. Hə. Sabah 2-də dedim də sizə gəldi. 2-də, 12-də. 2-də. 2 danışmışdıq ki. Sizdə bir var. 12, mən dedim ki, mənim dərsim var. Saat 11-də dərsə girəm, 1-də falan çıxardım. 2 işləmiş. 11-də girirsən. Elə sabah əlavə günüdür, sınav falan verir müəllim, dərs saat. Sabah 11-də girib, 1-də çıxırsan da, belə deyil. Haradadır? Afər müəllim yanında, Heydər Afər müəllim, süper. Oradan bura 10 dəqiqəlik yoldur. 2-nin yarısının axşam. Çünki bu da getməlidir də, ona nəzərə baxın. O da kəndi gidici saat 3-də. 2-nin yarısı buradasın. 2-nin yarısı. 2-nin yarısı. 2-nin yarısı. 2-nin yarısı olmalı. Niyə olmuyor? Bəli, olur da. Olsun da. 2-nin yarısı başlayacaq. 2-nin yarısı Neçədə başlayacaq. tutaracaq? Sən tez bıraxalım. Ama üstə hazırda var, quşlar. Bəli. Bir dənə səni toxuşu, hamı deyilən daşır. Səhər 9-da. Səhər 9-da. Xeyr, mən qaldım.
Zaman gəlsin və bazar günü mən özü də yapmaq istəyirəm. Sən pul boşsuz da olsun da. Mən təzə toplu deyim mən. Təzə topludu, 60 izlənir. Çox güzel. Sən yetməzsin. Əslində köhnəni işləsək daha yaxşı olar. Niyə? Çünki hamıda... Hə, kəsib buradan ver biraz istifadə edəsin. Var səndə? Səndə var, səndə var idi, səndə var. Köhnə dediyim, yəni 2023-də, o da köhnə deyil. Və sahib nə var? Hə, o qəşəngdir. Mənim qəşənglərimdə. Görürsən. Sabah əlavə keçirsiniz. Yəni hər həftə belə deyil də. Hər həftə bazar günü Reziddən Altan müəllim əlavə saat 11-də. Peki ondan xahiş eləsən, ona salsa. Sən gəlmirsən əlavə edəsən, yoxsa ayrı qrupsan? Mən ayrı qrupam. Hə, ayrı qrupam. 11-dərsiniz yalnız. Hə, tamam. Həsən Rıza, onda sabah üçün yarısı gəldən Rıza qaldı. Rıza üçün bir şey başqa çoxlar verəcək sabah. Yaxşı. Tapşırığınız nə oldu? 59'lar tapşırıq. Yəni, bilmirəm, 59'da, 60'da, 70'da, yəni, mən 59'lara oradan bilirəm. Hə? Görürsən. Sağ olun. Sağ salamat. Sağ olun. Sağ ol. Getdiniz. Gözlərlə səndən şundan.